Dənizə çıxışı olmayan Ermənistanlı Luisa üçün dəniz çox mühümdür. Yerevanda dəniz yoxdur, bura isə bizə yaxındır, ona görə də biz buraya gəlirik. Azərbaycanlı Samir Xəzər dənizinin sahilində yaşayır. Amma o, ailəsi ilə bərabər keçmiş Sovet mirası olan Gürcüstanın qonaqpərvərliyindən həzz almaq üçün qatarla 18 saat səyahət edərək Batumiyə gəlib. Sovet İttifaqı dağıldıqdan sonra burada qonaqpərvərliyin səviyyəsi aşağı enmişdi. Heç kim rus dilində danışmaq istəmirdi. Lakin indi turizmə kömək etmək üçün əhali rus və ingilis dillərində danışmağa başlayıb. Tbilisidən universitet məzunu Nina üçün isə bura daimi istirahət yeridir. Burada Qaradənizin şərq sahillərində neytrallıq Gürcüstana xeyri gətirir. Belə ki, ermənilər, Azərbaycanlılar, Ukraynalılar, İranlılar və türklər buraya vizasız səyahət edir. Buraya turistlər Tehran və Tel-Aviv kimi fərqli şəhərlərdən səfər edir. İran bu yaxınlarda ABŞ hərbi dəniz donanması yerləşən liman yaxınlığında Avropa meydanı adlanan yerdə konsulluq açıb. Ötən il burada Sheraton, bu il isə Radisson otelləri tikilib. Ənənə tərəfdarlarının kazino və başqa cəsarətli dizaynlardan xoşları gəlmir. Müxalifətçi Nina Burjanadze belə düşünənlərdən biridir. Batumi Gürcüstanın ən gözəl şəhərlərindən biri idi. İndi isə biri-biri ilə üslub baxımından heç bir əlaqəsi olmayan tikililər görürük. Batumidə inşaatın artdığı xəbəri New Yorka da gedib çıxıb. Mart ayında Amerikada daşınmaz əmlak üzrə sahibkar Donald Trump 52 mərtəbəli Batumi Trump qülləsinə öz adını verməyə razı oldu və Gürcüstan prezidenti Mikhail Saakashvili bunun şahidi oldu. Bir vaxtlar Sovet İttifaqının tərkibində olan Batumi indi dünya xəritəsində öz yerini tapır. Vaşinqtondan Bəxtiyar Zamanov, Amerikanın səsi.